Biz qanımız bahasına olsa, yəni o torpaqları aldıq. Bugünkü gündə gələcək nəslə deməyim odur ki, o torpaqları necə ki biz qanımız, canımız bahasına qoruyub, saxlayıb almışıqsa, bugünkü gündə də yəni bir fəxrlə, bir qürurla da yəni şəhidlərimizi və bizləri xatırlasınlar. Qazi olmaq bir fəxirdir. Qazinin yaşamaq həqiqətən bir çətindir. Ağırlı da olsa da böyük yükdür. Həqiqətən böyük bir yükdür. Böyük bir addır o sənə. Elə bir ikinci bir adındır o sənin. Yəni o bir fəxirdir mənim üçün həqiqətən. Bir millətimin, bir torpağımın, bir bayrağımın bir simvoludur mənim üçün. Yəni o bir simvolu bir ömürdə qalacaq o mənim üçün. Yəni bir qürurdur mənim üçün. Özüm və ailəm və övladlarım üçün bir qürurdur. Millətim üçün bir qürurdur. Müharibə mənə nəyə yaşatdı?